Hədisləri düzgün başa düşmək. İnsanın doğru yolda olmaq üçün Quranı düzgün başa düşməyin böyük önəmi var. Quranı düzgün başa düşmək üçün isə hədislərə müraciət etmək lazımdır. Çünki hədislər Quranı izah edir. Baxın, Həzrəti Əli ibn Əbu Talibin, Allah ondan razı olsun, xəlifəliyi dövründə ona qarşı çıxan xavaricilər hamısı Quran hafizləri idilər. Lakin Quran ayələrini düzgün başa düşmədiklərinə görə həlak oldular. Əli ibn Əbu Talib İbn Abbası xavaricilərlə danışmağa göndərdikdə ona dedi: "Nə badə onlarla Quranla danışasan. Çünki Quranın mənaları çox yönlüdür. İstəyən istədiyi ayəni öz ağlı ilə yoza bilər. Sən onlarla sünnə ilə danış." İbn Abbas onların yanına getdikdə onların İbn Abbasın Məkkəli olduğunu bildiklərinə görə cahilcəsinə aşağıdakı ayəni dəlil gətirdilər. Doğrusu onlar höccətləşən adamlardır. Əz-Zuhruf surəsi 58-ci ayə. Onlar Məkkə müşriklərinə görə nazil olan ayəni İbn Abbasa şamil edib Qurandan dəlil gətirdilər. İbn Abbas onlara dedi: "Mən elə bir cəmaatın yanından gəlirəm ki, onların yanında vəhy nazil olub. Amma sizin aranızda onlardan heç birini görmürəm." Əli ibn Əbu Talib onlar haqqında demişdir: "Dedikləri haqq, amma cahilcəsinə başa düşüblər." Bilmək lazımdır ki, sünnəyə tənə edən Quran-ı Kərimə tənə etmişdir. Çünki sünnə də vəhiydən sayılır. Allah sünnənin də vəhiydən olduğunu adlandırır. O keyfi istəyəni danışmır. Bu ancaq Allahdan nazil olan bir vəhidir. Ən-Nəcm surəsi 3-cü və 4-cü ayələr. Həmçinin sünnəni hikmət adlandırır. Allah buyurur: "Savadsızlara özlərindən elçi göndərən odur. Elçi onlara Allahın ayələrini oxuyar, onları pis əməllərdən təmizləyər, onlara kitabı, Quranı və hikməti, sünnəni öyrədər. Halbuki onlar əvvəllər açıq-aydın azğınlıq içində idilər." Əl-Cümə surəsi 2-ci ayə. Başqa ayədə buyurur: "Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi günahlardan təmizləyən, kitabı və hikməti sizə öyrədən, ha belə bilmədiklərinizi də sizə öyrədən bir elçi göndərdik." Əl-Bəqərə surəsi 151-ci ayə. Bu mənada olan ayələr çoxdur. Sünnəni inkar edən şəxslər bu hədisi dəlil gətirirlər. Hədisi Quranla tutuşdurun. Uyğun gəlməsə onu atın. Halbuki bu hədis uydurma hədisdir.